Bugün bizim müzakirə elədiyimiz məsələ Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı. Kim kalan da benim şu kaidası? Hiç kim bilmiyor. Yeğençiler başın üstüne Niye? Məni deputatlar dəvət edeyim. Məni Azərbaycan Prezidenti Əbbəz Elçi bəy dəvət edeyim. Əsrlər boyu böyük mərhələlərdən keçib, nəhayət öz dövlət müstəqilliyinə nail olub, milli azadlığına nail olub və ilk dəfədir ki, sərbəst, müstəqil, heç bir mərkəzdən, heç bir dairədən asılı olmayaraq, özü öz taleyinin sahibi olaraq, öz konstitusiyasını yaradır. Dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, halka ləyaqətlə xidmət edəcəyimə and içirəm. Bu gecə cəbhə xəttində ağır döyüşlər gedib. 5 saat davam edən ağır döyüşlərdə həm Ermənistan, həm də Azərbaycan tərəfinin itki verdiyi bildirilir. Qarşı tərəfin hücumunu dəf edərkən Azərbaycan ordusunun hərbiçisi Mübariz Ağakərimoğlu İbrahimov döyüş rəşadəti nümayiş etdirərək şəhid olub. Gel tekbetək vuruşaq. Şimdi biz gösterdik kim kimdir. İti qovan kimi qovuruq onları. İti qovan kimi Azərbaycan əskəri onları qovur. Geçti hayalımdan öz güzel yurdum.
Dumanlar başımda dastana döndü, dastana döndü. Cenab Ali Başkomandan biz söz veririk ki bütün işgal olunmuş torpaqlarımızda üçrengli bayrağımız qalxacaq. Və Füzuli şəhəri işğalçılardan azad edilib. Zəngilan şəhəri və ətraf əraziləri, Xudafərin körpüsü və ərazisi, Qubadlı şəhərində Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır. Cenab-ı Ali Başkomandan, sizin rəhbəriniz altında Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycan bayrağı Ağdam şəhərindən Kəlbəcər şəhərində Nasır şəhərində dalğalanmaqdadır. Sağ erməni var, qaçır. O tərəfdə adam var. Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik. İnanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmədik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu, biz onlarsız yaşaya bilmədik. Təsəvvür edə bilmədik. Ben inanıram, ben tam inanıram ki her şey adalet namına değişecek bizim bölgede. Mütlak. Siz gelecekte hele gedib öz güzel Göyçə torpağını da göreceksiniz. Öz doğma dağlarınıza, bulaklarınızı, çaylarını da göreceksiniz. Ata babalarının kabirlerini de göreceksiniz. Ben buna hiç şüphe etmirəm. Mən bir də demək istəyirəm ki, biz də, Qərbi Azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Və gün gələcək və Qərbi Azərbaycanda da biz belə gözəl məclis keçirdəcəyik və bu günü xatırlayacağıq. Şanlı vətən tariximizi yazarkən şəhadətə ucalan igid vətən övladlarını qürurla, fəxrlə anırıq. Öz arzularını yarımçıq qoyanlar, təşəkkür edirik. Ürəyimizə dərd, yolumuza işıq olanlar. Qürur və saygı ilə daim tariximizdə
qəlbimizdə var olacaqdır. Bu torpağın hər daşını vətən edib, onun uğrunda canından keçən, qanıyla tarix yazıb özü bu tarixə sığmayan, havam da, suyum da, saadət yurdum da vətəndir deyən, bizə qanlı döyüşlərin qələbə qürurunu yaşadar. Üç rəngli bayrağımız ucalsın deyə evinə, bayrağına bükülüb dönən şəhidlərimizin ruhuna and içirəm. Sizi unutmarıq, unutturmarıq. Xatirəniz əbədi, adınız ölməzdir.